Hyundai Sonata 2023-cü il belə $8.000 start qiymət, 8.400 mil yürüyüşdə. Maşına lazımdır Krylov, fara, bufer. Kapot düzələcəkdir. Buradakı işığıdır, alt sırğasıdır, çaşqasıdır. Bir də komplekt bufer alacaqsınız. Panorama lüku avtomobilin var, açarsız daxil olması mövcuddur. Rul aerobakı, diz aerobakı atıb, sel plusdur. Kim istəyir buyursun, əlaqə saxlasın. 2022 bir qaynamdır. Arkasında heç bir zədə yoxdur, 1.6 motor. Gördüğünüz kimi aksiyondan kimə maşınlar lazımdır buyursun. 2 dənə F150'lər yan-yana gözəl bir avtomobillərdir. Belə kimə hansı maşın maraqlıdır buyurub yaza bilər. Ətraflı da məlumat verə bilərik. Orada yenə S-Class var, burada Armada var. Burada Patrol, Range Rover, Wrangler, Defender mövcuddur. Kim istəyir yazsın. 2021-ci ilin belə bir dənə gözəl S580'i çıxır satışa. 48.000 yürüyüş, 173.500 dirhem start qiymətlə avtomobil satışa çıxır. Kimə maraqlıdır buyursun, yazsın. Tam ətrafında məlumat verək maşınında. Heç bir zədəsi, buruğu, udarı, kraskası yoxdur maşının. Herkese salam. Gördüğünüz gibi 2021-ci ilin GT43'ü AMC. GT43. Kimə maraqlıdır buyursun, yazsın. Ətraflı maşın haqqında məlumat verək. Axşam aksiyondadır maşın. Allah göndərək qardaşlar. Kim istəyir buyursun, əlaqə saxlasın. 2021 BMW X5 G05 85.000 mil yürüyüşlə $20.000 start qiymətlə girir aksiyona. S-Drive də 360 kamera, head-up display, ağ dəri salon, oturacaqların isidilməsi var, panoramik dam. Link kodunu burada qeyd edirəm. Maşın tam zədəsizdir. Tam zədəsiz Veskraska maşındır. Qardaş bax 2025-də Lexus LX 700H hibrid. Twin turbo 3.4 motor hibriddir. Zədəsi bax 2 qapıdadır. Qabaq qapı dəyişəcək, arxa qapını düzəldəcək. Güzgün qapaq alınmalıdır. Öz rəngində 2 dənə qapı da alıb qoya bilərik. Veskraska. 5000 mil cəmi yürüyüşü var maşının. Cəmi 5000 mildir. Head-up var, 360 var. Belə bir dənə luxury salondur. 2 dənə damın ayraba qatıb. 2 dənə dam ayraba qatıb. Onun təzəsini orijinalını alıb buradan qoyacağıq. Oturacağın isidilməsi, havalandırması, hər bir şeyi var. Tam full komplektasiyadır. Arxa monitorlar, arxa pərdə. 255.000 dirhemlə çıxır aksiyona, $70.000. Səmud arxası. 2017-ci ilin Mercedes C300 çıxır aukşona. 87.000 yürüyüşü var maşının, 28.000 dirhem start qiymətdən. Deməli, əziz dostlar, qabaq buferin də xırda zədəsi var aşağı hissəsində, bax gördüyünüz kimi. Bufer qara plasması lazım olacaq. Qabağında maşının digər bir zədəsi yoxdur. Qaçdı fara ilə maşın. Sağı maşının zədəsiz. Arxası maşının zədəsiz. Solundan maşının zədəsi yoxdur. Böyük sunrooflandı maşın. Kör nöqtənin sensoru var. Sizin elektron olması yaddaş paketdə. Sizin qızdırıcı gördüyünüz kimi qara koca salon, qara tavan, bir dənə buranı addelini dəyişmək lazım olacaq. Maşının vini baxa bilərsiniz. İstəyən olsa əlaqə saxlasın, əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik.
Buyurun əziz dostlar, zəhlənizi gözləyirik. 17-ci ilin əziz dostlar, belə bir gözəl Mercedes C300 kupesi çıxır görürsünüz. Maşın 2 qapıdır. Sol hissəsində və ön hissəsində maşının zədəsi yoxdur. Belə bir qaşlı far aylandı gördüyünüz kimi. Sağda maşının zədəsiz, yarasa güzgülər qoyulubdur. Karbon işləmə ilə gördüyünüz kimi. Arxasında maşının zədəsiz. Solda maşının zədəsiz. Böyük sunroofu var maşının, açarsız daxil olma, kör nöqtə sensoru var. Belə bir möhtəşəm qırmızı salon əziz dostlar, çox gözəl salonu var maşının. Kimisəsə əlaqə saxlasın, Burmester səs sistemi, sizinlə qızdırıcı, soyuducu, elektron idarəolunma yaddaş paketi ilə vininə baxa bilərsiniz. Möhtəşəm bir maşın əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. 2001 Hyundai Palisade əziz ağalar, əziz dostlar, gözəl maşındır. 38.000 yürüyüşü var, 35.000 dirhəm start qiymətdən çıxır. Maşının sağında heç bir zədəsi yoxdur. Maşına bir dənə lazımdır qabaq bamper və əziz dostlar far lazım olacaq maşına. Gördüyünüz kimi bakavinində, lanjironda ciddi bir zədəsi yoxdur. Sol hissəsində də maşının zədəsi yoxdur. Və arxası da maşının zədəsiz. Gördüyünüz kimi əziz dostlar, keçək maşının interyerinə. Rol dizayna baxılıbdır. Öz olaq izləmə var, elektron əl eləci var. Əziz dostlar, çox gözəl qiymətə bu maşını əldə edə bilərik. Kimisəsə əlaqə saxlasın. Buyurun, buna maşının vini. Zəhlənizi gözləyirik.